Bugünkü verilişimizdə İslamda qadın mövzusunu qonağımız Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq Kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov ilə birgə müzakirə edəcəyik. Peyğəmbərimiz Salavatullah'dan Allaha ən yaxın olanın kim olduğunu soruşdular. Buyurdu, anadır. Anar müəllim, qadının ailədəki mövqeyini, İslamın münasibəti necədir? Ana, həyat yoldaşı və övlad kimi rolu, miras haqqı və digər hüquqları haqqında nə deyə bilərsiniz? Yəni bu çox önəmli bir aktual məsələdir. Yəni zaten elə problemin kökü də burada yatır. Yəni ailə daxilində bugün qadının ictimai mövqeyini o şəkildə elə formalaşdırmağa çalışırlar ki, özü də bunu pozitivist hüquq zehniyyəti, yəni pozitivist hüquq zehniyyəti dediyim modern dünya görüşü bilirsiniz ki, fragmental bir həyat təsəvvürü, dünya fəlsəfəsi, yəni həyat fəlsəfəsi təlqin edir insanlara. Bu nə deməkdir? Əvvəllər bizim dünyaya baxışımızda metafizik məqamlar rol oynayırdı. Yəni Allah dediyimiz bir müqəddəs var idi, transcendentallıq var idi. Ailə qurulanda da Allah rızası əsas alınırdı. Və ailə məcburiyyətdən dağıldığı zaman da boşanma, asas ki, birisi ki, boşanma Allahın sevmədiyi halallardan biridir. Baxın, sevmədiyi halallardan biridir. Halal ama sevmədiyi halallardan biridir. Yəni, bu deməkdir ki, bəzi məcburiyyətlər qarşısında ola bilər belə hadisələr. Amma orada belə insanlar bir neçə dəfə düşünərdilər. Hətta Allah Teala ayət kərimdə bilirsiniz ki, sırf ailənin dağılmaması üçün bir neçə yol təklif edir insana. O ayətlə bağlı danışacağıq. Yəni, yataqların ayrılması məsələsidir. Əvvəlcə tənbih edin, sonra yataqlarını ayırın, sonra müxtəlif vasitələrdən istifadə etmək surətən ailəni yetər ki, qoruyaq deyir. Amma alınmadığı təqdirdə də yenə şahidlər nəzdində ailənin artıq dağılması, boşanması, olması reallaşır. İndi, amma buna qədər qadının ailə içərisindəki mövqeyi, bir kərə ana olaraq qadını dəyərləndirsək, İslamın və eyni zamanda mən deyərdim ki, hətta çox daha qədim dövrdən gələn bəzi ənənələrdə belə biz bunu görə bilərik. İslam da o cümlədən bunu dəstəkləyir və İslamın da insana təqdim etdiyi əsas həyat fəlsəfəsi odur ki, qadın ana kimi olduqca dəyərlidir. Az əvvəl qeyd etmiş olduğum hədis, cənnət anaların ayaqları altındadır. Bu nə deməkdir? Buradan çıxaracaq çox önəmli əxlaqi məqamlar var. Birincisi, ana olan insana analıq məsuliyyətinin nə dərəcədə ağır və dəyərli olduğunu aşılayır, göstərir. Yəni, birisi ailə həyatı quracaq və bu hədisi eşitdikdə ki, cənnət anaların ayaqları altındadır. Hə, amma hər ananın da deyil. Çünki onu anlayan ana daha dəyərlidir. Daha dəyərlidir. Yəni, ana olmaq bioloji bir valideyn olmaq anlamına gəlmir. Yəni, bir övladın biolojik varlığı, biolojik səbəbi olmaq anlamına gəlmir sadəcə. Bəli, bioloji səbəbidir, failidir, amma onun mənəvi tərəfləri də var. Yəni, mənəvi olaraq da övladına sahib çıxan analardan gedir söhbət. Və eyni zamanda övladların da üzərinə bir məsuliyyət qoyur İslam. Anlatabildim mi? Yəni, bu hədisi eşidən birisi, hə, cənnət anaların ayaqları altındadır, o zaman mən anama yaxşı davranmalıyam. Anam məni 9 ay rəhmində əziyyət çəkərək daşıyıb, mən nə qədər də nə yaxşılıq etsəm, bu heç bir əziyyətin haqqını ödəmir. Dolayısıyla bunun şuurunda olaraq övlad olmaqla mən sadəcə, hə, bu mənim atamdır, bu mənim anamdır, biolojik olaraq onlara biolojik bir fenomen kimi baxmaq o şəxsi bir övlad kimi xilas etməz. Yəni, cənnətə girmək istəyirsənsə, anana hörmət edəcəksən. Cənnətə övladının eyni zamanda, ananın qarşısında belə övladının cənnətə girməsini istəyirsənsə, müsəlman bir anadan gedir söhbət. Yəni, haqqa təslim olmuş, bənd olmuş insandan gedir söhbət. O zaman yaxşı ana olacaqsan ki, övladın sənin vasitələ cənnətə girmiş ola bilsin. Yəni, səni hörməti vasitəsilə hörmət edəcək bir ana olman lazım. Qadının ailə içərisindəki statusun bir digər məsələsi mülkiyyət məsələsidir. Yəni, qadın mülk sahibi olur, bəli. Zaten ailə həyatı qurularkən İslam hüququnda bilirsiniz, miras haqqı var qadının. Miras haqqı elə bir haqqdır ki, qadına verilir və bu, qadın bunu xərcləməkdə, bunu vəqf etməkdə, bağışlamaqda, harasa və əldə etmiş olduğu yenə qazancla əldə olunan mülkiyyəti, özünə məxsus mülkiyyətin hansısa bir xeyriyə məqsədi ilə xərclənməsində tam səlahiyyət sahibidir. Düzdür, bu mövzuda İslam fiqh məktəblərinin müxtəlif yanaşmaları var. Hənəfi və Cəfəri məktəbləri, xaric, digər məktəblərdə burada kişinin icazəsi və izni məsələsi ortaya qoyulur. Az əvvəl məsələyə başlarkən nə dedim? Dedim ki,
bu məsələləri dəyərləndirərkən dövrün insan faktorunu, o dövrün insan faktorunu, şərtlərini, sosial, siyasi şərtlərini, kultural şərtlərini nəzərdən qaçırmayacağıq. Bunları göz önündə tutacağıq. Və bu şərtlər fiqhə baxışı da formalaşdırır. Üzr istəyirəm müəllim, zaten onları göz ardı etdiyimiz zaman bugün problemlər ortaya çıxır. Yəni çünki birisi necə mətnləri və hadisələri onların konjunkturasından qoparırıq. Onların şərtlərindən, sosial şərtlərindən qoparmağa çalışırıq. Bu zamanda elmdə belə bir şey var. Yəni anakronik bir oxuma ortaya çıxır. Yəni bu dövrün şərtlərindən yola çıxaraq bu dövrün mətnlərini və tarixi hadisələrini və hədislərini dəyərləndirir. Bu yanlış. Bu yanlışdır. Elə məsələlər ola bilər ki, bu dövrümüzə xitab edəcək bir çox məqamlar da etmək edir. Amma o dövrdə o şərtlərin ortaya çıxması, o şəkildə hüquq sisteminin ortaya çıxmasını şərtləndirən amillər var. Onları mütləq nəzərə alacağıq. Onları nəzərə almadığımız zaman bu artıq necə olur? Sanki İslam tüm ümumilikdə belə baxır. Məsələn, xeyr, bəlkə də o deyək ki, İslam bugün kimi deyək ki, İslam fəqihləri hansısa bir məsələ ilə bağlı deyək ki, hökm verərkən keçmişə mi, yəni tamamilə keçmişdəki şərtlərə mi bağlı qalır? Xeyr, ümumi prinsiplərə bağlı qalır, amma müasir dövrün şərtlərini nəzərə alaraq ona uyğun fikir hökm ortaya qoyurlar. Yəni burada necə ki bu təqdim olunur bu şəkildə, yəni bu metod tətbiq olunur. Eyni metodlarda biz tarixi hadisələrə və müqəddəs mətnlərə baxmalıyıq. Yəni bu bir tövsiyədir əlbəttə ki. İndi sözümü hara gətirirəm? Qadının ailə içərisindəki mülkiyyət sahibi olması, ailəsinin dedi ki, miras haqqı var. Qadın mülkiyyət sahibi ola bilərmi? Ola bilər. Məsələn, bunun ən barizlərindən birisi Həzrəti Xədicə anamızın mülkiyyət sahibi olması. Bu ən bariz nümunələrdən birisidir. Ərəb cəmiyyətində, dedim az əvvəl, ata mərkəzli bir həyat fəlsəfəsi hakim olduğu üçün şəhərdə yaşayan qadınla kənddə yaşayan qadının mülkiyyət bazında bəzi fərqliklərin ortaya çıxması qayət normaldır. Yəni bunu ənənə müəyyənləşdirir. Amma İslam ümumilikdə, İslamın baxışı nədir? Az əvvəl qeyd elədim. Hər ikisi zaten Allahın surətində yaradıldığı, hər ikisinin bir nəfsdən, bir canlıdan yaradıldığı qeyd olunur. Hər ikisinin dini, hüquqi mükəlləfiyyəti eyni olaraq gözlə qarşılanır. Bu da deməkdir ki, İslamın qadına baxışında bu mənada bərabərlik var. Yəni eşitlik var, ədalət var. Nədir bu? Qadın, məsələn, biz bununla bağlı mən hətta praktiki nümunələrdə göstərə bilərəm sizə, yadıma düşmüşkən. Məsələn, qadının miras hüququ ilə bağlı, baxın, deyir ki, Allah Teala Nisa surəsinin 32-ci ayəsində mülkiyyət qeyd. Allah maddi yaxud mənəvi cəhətdən birinizi digərdən üstün tutduğu, birinizi digərinizdən artıq verdiyi şeyi özünüzə arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Baxın, demir ki, onun payı kişinindir. Kişinin öz payı vardır qazandıqlarından, qadının öz payı var. Müəllim, burada nəyə görürük biz? Sahib olaya, mülkiyyətdə bir bərabərlik hüququ tanıyır İslam. Nisa surəsi 32-ci ayəsi. Yenə hədisdə keçir. Rəsul-i Əkrəm insanları sədəqə verməyə təşviq edən hədisini nəql etdikdən sonra qeyd edir. Ən çox sədəqə verənlər qadınlar olardı, deyir. Bu nə deməkdir? Yəni, ən çox sədəqə verən qadınlar olduğuna dair sosial bir təsbit eləyibsə Peyğəmbərimiz, bu deməkdir ki, ona hüquq verilib. O hüquq olmasaydı, ərindən icazə alsaydı bu mövzuda, xeyriyyəçilik məqsədi ilə sədəqə verim. Yəni o zaman deyərdi ki, yoldaşlarınızdan, həyat yoldaşlarınızdan icazə alaraq, ən çox sədəqə verən qadınlar olardı. Yəni bu məqam orada vurgulanır. Amma halbuki belə demir. Məsələn, Osmanlıda məhkəmə dəftərləri var və şəriət sicilləri var. Niyə görə məhkəmə dəftəri şəriət sicilləri? Şəriət sicilləri o demək ki, yəni o dövrdə tətbiq olunan, bilirsiniz, şərii qanunlar gərəyi tətbiq olunan qanunların və normlara kimlərin uyub-uymaması ilə bağlı müəyyən o hadisələr yaşanır. Deyək ki, qadın gəlirdir ki, mən bu vəqtə bu qədər öz malımdan, mülkümdən vermək istəyirəm, yəni bəxş etmək istəyirəm, bağışlama, hədiyyə etmək istəyirəm. Bu qeyd alınır artıq həmin siciliyyə dəftərinə. Məhkəmələrdəki, deyək ki, məhkəmə dəftərlərində də qeyd olunur. Məhkəmə dəftəri o demək ki, illa da bir məhkəmə olsun. Xeyr. İstənilən bir cəmiyyətdə baş verən hadisə, bağışlama hadisəsi olsun, vəqfə, hansı bir malın hədiyyə edilməsi olsun, bunlar hamısı qeyd alınırdı. Filan kəs filan qədər vəqf etdi. Həmin təhliyə dəftərlərinə görə, 18-ci əsrin ilk rübündə, baxın, Kayseridə, Türkiyənin Kayseri şəhərində məhkəməyə qeydə alınan mal və əmlak satışlarının ən azı bir tərəfi qadın olmaqla ümumi sayın 40%-ni təşkil edir. Yəni bu nə deməkdir? Şəriət qanunlarına idarə olunurdu. Şəriət qanunları nəticəsində də alış-satış işlərində, baxın,
mülk sahibi olan alış-satış işlərində 40%-ni qadınlar təşkil edirdi. Bu İslam şəriətinin qadına vermiş olduğu hüquqların, mülkiyyət hüququnun praktik şəkildə ən bariz göstəricilərindən birisidir. Yenə qadının əmlakı üzərində təsərrüf hüququnun olduğunu göstərən Osmanlı vəqf təhrir dəftərləri var. Mən Osmanlıdan misal gətirməm, dediyim kimi, özellikle son dövrə doğru, yəni Peyğəmbərimizin vəfatından sonra, xəlifələr dövründən sonra həmin dövrdə İslam şəriətinin qadına vermiş olduğu mülki və ya da ictimai hüquqlar bazında praktiki nəticələrinin göstərilməsi baxımından, yəni hansı praktiki nümunələri biz misal verə bilərik. Bu baxımdan çox da uzaq olmayan bir dövrü deyək, yəni orta əsrlər dövrünə gəldiyimiz zaman nə görürük? 953-1546 tarixli İstanbul vəqfləri təhrir dəftərində 5-ci səhifəsində qeydə alınmış bir məqam var. 2517 vəqfdən 913'ü. Bu o deməkdir ki 36% edir. 36% qadınlar tərəfindən təhsis edilmişdir. Yəni vəqfə bağışlanan mal mülk hədiyyə qadınlar tərəfindən təhsis edilmişdir. Bir başqasında Misir Vəqflər Nazirliyində saxlanılan, Misirdən də bir nümunə gətirim, 18-ci əsrdə Misirdə qurulmuş vəqf sənədlərində qeyd olunur. Deyir ki 496 vəqfdən 126'sını, yəni təxminən bu 25% eləyir, qadınlar tərəfindən yaradılmışdır. Baxın, bu da Misirdə. Misirdə yenə o şəri qanunlar gərəyi qeydlərə alınan, yəni müəyyən hadisələr var ki, onların arasında qadınların demək ki, və ya Qahirədə və başqa İslam ölkələrində dul və boşanmış qadınlara maddi və lojistik vəqflər qurulmuşdur, onlara dəstək məqsədi ilə. Yəni məcburiyyət qarşısında boşanıb o qadınların ictimai mövcudluğunu qorumaq üçün, onların həyat şərtlərinin yaxşılaşdırılması üçün, təmin etmək üçün xüsusi vəqflər qurulurdu. Osmanlıda da var idi, Misirdə də var idi, başqa yerlərdə də var idi. Yəni İslamın dünyaya baxışı, yəni onun metafizik və ontolojik təməlində qadına baxış ikinci dərəcəli olmuş olsaydı, onun mülkiyyət hüququ olmazdı, onun bəzi səlahiyyətləri olmazdı, bir çox şeylərdə icazə alması gerekirdi və s. Məsələ bundan ibarətdir ki, əlbəttə ki, bu qadını kişi qarşısında bir ailə üzvü olaraq, bir ana olaraq hansısa məsuliyyətlərdən və öhdəliklərdən azad etmir. Bu öhdəlik və məsuliyyət sadəcə qadınlar üçün də keçərli deyil, eyni zamanda kişilər üçün də qüvvədədir. Baxın, az əvvəl nə dedim? Qadınlara və kişilərə buyurur ki, siz onlar üzərində libasdınız, onlar da sizin üzərinizdə libasdır. Bu, hər ikisinə bir öhdəlik yükləmə anlamında oxuna bilər bu ayət-i kərim. Və ya, deyək ki, qadının kişilər qarşısında, kişi qarşısında, həyat yoldaşı qarşısında vəzifələrinə dair məqamları qoyur, kişinin qadının qarşısındakı vəzifə öhdəliklərinə dair məqamları qoyur. Məsələn, çox vaxt belə bir şey buyurulur ki, bu ayətə daha çox deyirlər ki, güya, deməli, kişiyə bir dərəcə üstünlük verilir. Yəni bu kişiyə ayət-kərimə bir dərəcə üstünlük verilməsi onun ailədə maddi ehtiyacların təmin edilməsi baxımından daha çox məsuliyyətə cəlb edilməsi deməkdir. Yəni məsuliyyət daşıyır kişi orada. Anar, mən hətta qadınlara daha çox dəyər verilir ki, Qurani Kərimdə qadınlar deyə surəyə keçir, kişilər deyə bir surə yox. Bir də o var, bəli, bir də o var, o məqamlar da var, çox gözəl vurğuladınız. Dolayısıyla, məsələn, evlənmə haqqı, bu da yenə ailə içərisindəki mövqeyi ilə bağlı qadının, məsələn, evlənmə hüququ var mı? Az əvvəl qeyd elədim. Ər seçimində, həyat yoldaşı seçimində qadının, bəli, İslam hüququna görə, İslamın baxışa görə qadının rızası olmalıdır. Yəni, rızası yoxdursa, məcburiyyətən, məcburi şəkildə, heç kəs heç bir şəkildə bir kimsə ilə ailə həyatı qurdurula bilməz. Yəni, burada sadəcə hüquq sistemində ola bilər, məsələn, bir ilahiyyatçı deyə bilər ki, və ya izləyicilərimizdən deyə bilər ki, bəs axı, məsələn, elə kitablar var ki, fiqh kitabları orada qadının həyat qurması üçün mütləq vəlisinin, yəni valideyninin və ya vəlisinin və onu əvəz edən birisinin rızası olması lazım, şəxsin rızası olması lazım. Bu da qadın hüququnun azadlıqlarının qarşısının alınması kimi deyil. Qadının cəmiyyətdə qorunması üçün vacib məqam olduğunu vurğulayırlar. Yəni bu, məsələn, deyək ki, vəlisindən icazə alınması və ya atasının, anasının rızasının olması, özəlliklə kişilərin rızasının olması o mənadadır ki, cəmiyyəti tanıma baxımından, çünki çöldə bayırda olur və cəmiyyəti tanıyır, kimin kim olduğunu ən azından müəyyən qədər məlumdur və o adam istəyər ki, öz qızını, bugün də elədir əslində, elə deyilmi? Yəni biz bu qadın hüquqlarının alması da ki, biz deyək ki, qızımızı birisinə ailə həyatı qurması üçün, yəni birisi elçi düşdüyü zaman nə edirik? Araşdırırıq. Yəni bu bir ənənədir, formalaşıb, yaxşı da ki var. Araşdırırıq kimdir, kimlərdəndir, necə insandır, nə işlə məşğuldur.
əxlaqı necədir, deyilmi? Yəni birinci növbədə bunlara diqqət edir. Çünki əmanət edirik bir qadını. Axı İslamın bizə dediyi söz nədir? Yəni Quran-Kərimdə qadınlar bizə əmanətdir. Yəni Peyğəmbərimizin hədislərində də var. Qadınlarınız sizə əmanətdir, onlara yaxşı davranın. Deyilmi? Yəni əmanət olan bir varlığı mən necə gözü yumulu bir şəkildə bir başqasına heç bir rızam olmadan və ya heç bir araşdırmam olmadan əmanət edə bilərəm. Dolayısıyla cəmiyyətdə ailə institutunun qorunub saxlanılması, sağlamlaşdırılması, qadının zülm görməməsi, haqsızlıq görməməsi üçün fiqh kitablarında bəzən bu məqamlarla bağlı da, yəni vəlisinin icazəsi olmalıdır. Xüsusilə yetimlər üzərində bu məsələ üzərində durur. Yetimlərlə bağlı məsələdə, yəni onların evləndirilməsi, ailə həyatının qurulması ilə bağlı və eyni şəkildə bir ailədə bir qız uşağının ailə həyatı qurmasında əlbəttə ki, onun rızası da nəzərə alınır, amma valideyn və ya onun vəlisinin mütləq rızası olur. O baxır, bilir, görür, dəyərləndirir. Ona görə yeri gəlsə maarifləndirir qızını, qız maarifləndirə bilər. Bu şəkildə oxunması lazım. Yoxsa bunu dərhal, bugünkü məsələn bəzi feminist o baxış açısı ilə bu qadın hüquqlarına qarşıdır, onun nə bilim necə yəni icazə almalıdır və s. O özü rəy verməlidir. Əlbəttə ki, özü rəy verməlidir, özü rəy verir. Amma gəlin belə deyək də, heç qadın və kişi olaraq baxmayaq məsələyə də, yəni qadın hüquqları olaraq baxmayaq. İnsanın bir məsələ haqqında rəy vermək hüququnun və azadlığının olması o demək deyil ki, o rəylərində hər zaman müsbət rəy verəcək və belə deyək də doğru qərar verəcək. Biz bəzən öz azadlığımız rəy vermədə, azadlığımız özümüzdə qalsa da bəzən doğru qərarlar verməyə bilirik. Anar müəllim, o sualı nə demək istəyirəm? Vəli icazə vermir. Hər bir halda sizin dediyiniz kimi öyüd, nəsihət, bu kimi şeyləri qızına verir, öz övladına verir. Buna rəğmən övlad özü ailə qurmaq istəyir, onda hansı addım atacaq? Yəni burada bu çox çətin bir məsələdir açığı. Yəni bugün məsələn biz bunun praktik nümunələrinə də rastlayırıq. Bir də görürük ki, valideynin rıza göstərmir. Ay bala, bu ailə belədir, oğlan biz öyrənmişik, əxlaqı belədir və s. Addımı atır. Bir də görürsünüz ki, bilirsiniz də, yəni qaçırma hadisələri olur, yəni qoşulub gedir və s. evdən gedir. Bunlar xoş olmayan şeylərdir. Bunlar bilirsiniz necə, əslində valideyn haqları dediyimiz bir haqq var da, yəni valideynin rızası, haqqı olmadan, yəni insanların, övladların bu addım atması xoş deyil, açığı. Amma bəzən olur ki, bu hadisə yaşanır, sonra baxırsınız ki, çox daha gözəl bir ailə ortaya çıxır, yəni gözəl ailə ortaya çıxa bilir və s. Bunlar da istisnalardır. Yəni bu durumda da valideynlərin kin-küdurət edib, bəzən o barışmaması müvafiq deyil, yəni uyğun qarşılanmır. Yəni qarşı ailə ilə və öz qızı ilə, eyni zamanda onun həyat yoldaşı ilə barışıq elan etməlidir. Hətta artıq onlara dəstək olmalıdır. Sonradan olmuş olsa belə də rizasını verməlidir. Rizasını verməlidir bir şəkildə. Çünki biz necə, bir şey var, yəni sonradan dediyim gibi başarısız olarsa, bu durumda da yenə övladı kənarlaşdırmaq olmur. Yəni biz İslam prinsiplərinə baxdığımız zaman sahib çıxmaq, yəni insanlara doğru yol göstərmək, əmr bil maruf, nehy anil münkar prinsipi var da, bilirsiniz. Yəni yaxşılığı əmr etmək, dəvət etmək, pisliklərdən çəkindirmək. Yəni bu prinsipi bizə Allah Taala buyurursa və bu İslamın müxtəlif məktəblərinin görüşündə, alimlərin görüşündə də yer alırsa, təməl bir prinsip kimi. Bunu bilən bir müsəlman olaraq biz axı necə insanları sahibsiz buraxaq? Yəni öz canımızdan, qanımızdan olan birini sahib, deyək ki, sənin səhvin idi, indi çək axıra qədər. Bu belə deyil, yəni. Bu insan, belə deyim də sizə, psixolojik baxımdan baxdığımız zaman, sosial təcrübə baxımdan baxdığımız zaman insan yanlışlarından öyrənir bir şeyləri. Səhvləri də insanın ən böyük müəllim, düzləri deyil. Düzdür zaten. Amma səhvləri də insanın ən böyük. İnsan səhv bir şey etdiyi zaman o insana nəyəsə anlatır. Yəni biz bəzən insanlara səhv etməyə də imkan vermirik. Elə müəyyən şeyləri təlqin edirik ki, bu belədir. Bu bir mənada yaxşı niyyətdən qaynaqlanır. Amma bəzən insan özü də qulaq asmır dediyiniz kimi, gedir hansı bir səhv addım atır. Amma bunun nəticəsi yaxşı da ola bilər, pis də ola bilər. Pis olduğu zaman da o insanı sahibsiz bırakmamalıyıq, ona sahib çıxmalıyıq. Ki, yəni, oldu, keçdi, artıq belə bir hadisə oldu, bir daha olmaz. Bax, biz daha əvvəlcədən bir valideyn olaraq sənə demişdik, bax, bu məsələləri, amma sən dinləməmişdin bizi. O artıq əminəm ki, elə insan, ağılı sağlam təfəkkürlü insandırsa, gözəl ailədə gözəl tərbiyə alıbsa, o mütləq oradan nəticəsini alacaq. Və gözəl tərbiyə almaq o demək deyil ki, səhvsiz yaşayır insan. İnsan səhvlər eləyə yaşayır zaten.
Yəni bu mənada hesab edirəm ki, ailənin də əgər yaxşı olarsa ailədə kin ködürə saxlamamalıdır. Yəni öz övladına sahib çıxmalı və qızının həyat yoldaşı ilə barışıq elan eləyib, hətta lazım gəlirsə onlara elə bir sahib çıxmalıdır ki, ikinci bir valideyn kimi olmalıdır onun üçün. Yəni bu qarşılıqlı olmalıdır bu iki tərəf üçün. Hər iki tərəf hər bir halda qarşılıqlı. Və müdaxilə yaxşı şeydir, müəllim. Müdaxilə yaxşı şeydir ailələrə, amma yaxşı müdaxilə yaxşı şeydir. Elə sadəcə biz bəzən olur, məsələn, keçmiş nəsil həmişə müasir nəsil arasında bu mənada fikir ayrılıqları olur. Həyat fəlsəfəsi ilə bağlı, deyək ki, həyat prinsiplərlə bağlı. Bir şey sizə görə doğrudur, amma valideynizə görə doğru olmaya bilər və s. Bunlar da ciddi bir analiz süzgəcindən keçirməlidir. Elə belə necə gəldi, valideynim keçmişdə yaşayır, o belə qərar verir, o keçmiş prinsiplərə görə düşünür deməmək lazım. Və ya övladım müasir nəsildir, bunlar nə bilir? Bunlar heç bir şey bilmir şəklində yanaşmamaq lazım məsələ. Elə şeylər var ki, keçmiş nəsil onu bilmir. Yəni çünki həyat şərtləri çox dinamikdir, dəyişib. Və bu dəyişkənlik o qədər sürətli baş verir ki, mən deyərdim ki, müasir nəslin sabit qədəm olması keçmiş nəslə görə çox çətin məsələdir. Hətta bu mövzuya misal göstərə biləriksə, İmam Əli əleyhissalamdan da bir ifadə var ki, övladlarınızı zamanına görə yetişdirin. Bəli, övladlarınızı zamanına görə yetişdirin. Əlbəttə ki, tövsiyələrimizi verəcəyik, amma övladlarımız da bu tövsiyələri lazım gəldiyində, məsələn, əslində belə deyim də, bizim bir şeyi doğru dəyərləndirə bilməmiz üçün doğru meyarlara sahib olmamız lazım. Bu minvalla veriliş vasitəsilə də olsa bu sözü özəlliklə bu fikri izləyicilərimizə və ya deyək ki, bizi izləyən övladlarımıza xüsusilə çatdırmaq istəyirəm ki, bilirsiniz, mütaliə etmək lazım, oxumaq lazım, oxuyaraq yorulmaq lazım, yorularaq yoğrulmaq lazımdır. Biz bəzən həyata yoğrulmadan atılırıq, ona görə də çox səhvlər eləyirik. Səhvlərimizlə yoğruluruq. Ona görə də tez-tez səhvlərimizlə yoğrulmamağımız üçün, daha pis təcrübələri, xoş olmayan təcrübələri tez-tez yaşamamaq üçün yeni yaşayacağıq. Amma çoxluq təşkil etməsi də problem. Yaşamamağımız üçün mütaliə etməliyik, bu kimi maarifləndirici verilişləri izləməliyik. Yəni, əlhamdülillah, məsələn, İlahiyyat İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu bu minvalla həqiqətən ciddi işlər görür. Yəni, Dini Qurumlar üzrə Dövlət Komitəsinin digər verilişləri var bundan bağlı, maarifləndirici tədbirlər var. Dövlət ictimai kanallarımız bundan bağlı maarifləndirici, az da olsa, dəqiqəsi az da olsa müxtəlif verilişləri var. Bunlar izlənməlidir. Məsələn, müasir nəslin həqiqətə vaqif olmaq üçün nəyəsə doğru nədir sualını cavab tapmanız üçün onunla bağlı müzakirələr, söhbətləri dinləmək üçün səbriniz olması lazım. Bu günləri, məsələn, müasir nəslin hamısı üçün deməsəm də, ümumilikdə belə bir tendensiya var. Qısa mətnləri, qısa yazıları, qısa statuslarla kifayətlənirlər gənclərimiz. Ya da uzun filmləri izləyib də ibrət çıxartmaq deyil, TikTokdakı qısa videoları izləyərək, bir dəqiqəlik, bir neçə saniyəlik videolarla nəyisə izləyirlər, orada nəsə nəçirsə. Buna ehtiyac yoxdur. Bugünkü günümüzün ehtiyacı yenidən yazılı mətnlərə qayıtmaq və onları oxumaq, şərh düşmək, yozumlamaq, müzakirə etmək. Baxın, insan o zaman həqiqətən də başqalarından fərqini ortaya qoya bilir. Bir insan kimi varlıq içərisindəki əşrəfi məxluqat olduğunu, onun üçün belə bir potensiya, belə bir imkan var. O mövqeyi özündə, öz həyatına realizə edə bilir. Yoxsa əksi təqdirdə biz beynimiz, zehnimiz, zehin dünyamız bir xəritədirsə, onun məfhumları yoxdursa, boşdursa, onun düsturları yoxdursa, biz həyatımızda qarşımıza çıxan heç bir məsələni həll edə bilmərik. İstər valideyn kimi, istərsə də övlad kimi. Ona görə bizə kənardan təlqin olunan, qadın hüquqları, feminizm, gender məsələləri və bir sıra problemləri çox təəssüf ki, yanlış anlayacağıq. Üstəlik də ki, bunları öz ənənələ bizə gəlmiş olan beyin süzgəcindən keçirmədən birbaşa keçmişi ləğv edib bunu müasir bir dəyər kimi qəbul edəcək. Halbuki belə olmaması lazım. Yəni, insan bir öncəki həyatının davamı nəticəsində, yəni bir öncəki həyatının dəyərlərinə sadiq qaldığı ölçüdə var ola bilir. Əlbəttə ki, bu demək deyil ki, o müasir dəyərlərdən uzaqlaşmalıdır. Məsələn, Azərbaycançılıq ideologiyası bu minvalla ölkəmizin siyasi strategiyalarından, ideologiyalarından biridir. Azərbaycançılıq ideologiyası nədir? Neokonservatizmi özündə ehtiva edən bir anlayışdır. Neokonservatizm nədir? Həm yeniliyə açığıq, həm də keçmişin dəyərlərini də, yəni bizə dədələrimizdən, analarımızdan, babalarımızdan, dinimizdən əxs olunan dəyərləri də yaşadacağıq. Bu şəkildə biz varlığımızı qoruya bilərik. Bunun ən bariz
simvolik və rənglərlə özünü ifadəsi harda görürük? Biz bayrağımızda görürük. İslamı da görürük orada, müasirliyi də görürük. Çox sağ olun Anar müəllim, təşəkkür edirəm. Mən də təşəkkür edirəm. İşlərinizə uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. Növbəti həftənin cümə günü görüşmək ümidi ilə Allaha əmanət olun.